Horseless carriage is an early name for the automobile. Atsız fayton avtomobilin ilkin adıdır. When the first horseless carriages were introduced, few people were interested. İlk atsız araba insanlara təqdim edildikdən sonra insanlar bununla maraqlandı. Many people thought they were unsafe, expensive and noisy. Bir çox insanlar onların təhlükəli, bahalı və səs-küylü olduğunu düşünürdülər. These horseless carriages were the beginnings of the modern cars. Bu atsız faytonlar müasir maşınların başlanğıcı idi. Henry Ford was one of the early automobile makers and his techniques changed the way cars were made. Henry Ford erkən avtomobil yaradıcılarından biri idi və onun texnikaları maşınların hazırlanmasını dəyişdirdi. In the beginning, cars were made by a single mechanic by hand. Başlanğıçda maşınlar tək bir mexanik tərəfindən əl ilə hazırlanırdı. This meant that there were great difference between one mechanic's work and the work of another mechanic, and even among the products. Bu demək idi ki, bir mexanikin işi ilə digər mexanikin işi arasında, hətta onların məhsulları arasında böyük fərq var. If one part of an automobile broke down, it was no simple task to replace that part. Əgər avtomobilin bir hissəsi, bir parçası qırılsa, onu başqa bir parça ilə əvəz etmək elə də asan bir tapşırıq olmayacaq. Henry Ford improved the idea of an assembly line. Burada assembly line sözünün mənası istehsal xətti, montaj xətti mənasında işlənir. Yəni deyir ki, Henry Ford istehsal xətti ideyasını inkişaf etdirdi. The assembly line was a large moving belt that brought the cars to the workers. İstehsal xətti böyük hərəkət kəməri idi ki, hansı ki, işçilərə maşınları gətirirdi. Burada belt sözünün mənası kəmər mənasında işlənir. He divided the task into steps. Burada sözün kökü divide'dır. Divide sözünün mənası bölmək, bölüşdürmək mənasında işlənir. Sadəcə burada keçmiş zamanda işlənib. Gəlin bu cümləni yenidən oxuyaq. He divided the task into steps. Step mərhələ deməkdir. Yəni o bu tapşırıqları mərhələlərə böldü. Each worker was only responsible for one job and did this job over and over on each car. Deməli, indi burada bilmədiyimiz söz olaraq responsible sözü çıxa bilər ki, responsible sözünün də mənası məsuliyyət daşımaq və cavabdeh olmaq mənasında işlənir. İndi gəlin bu cümləni yenidən oxuyaq. Each worker was only responsible for one job and did this job over and over on each car. Hər işçi bir işə görə məsuliyyət daşıyır və bu işi bütün, yəni maşınlar üzərində görür və yəni məsuliyyət daşıyır. This meant that the workers become specialists. Sözün kökü specialist. Special sözün mənası peşəkar deməkdir. Bu o deməkdir ki, işçilər peşəkarlar olurlar da, yəni işçilər peşəkar olurlar. Cars would be produced much faster and besides it bringing the cars to the workers would save more time. Onu da deyim, besides sözünün mənası bununla yanaşı, bununla bərabər mənasında işlənir. Gəlin cümləmizin tərcüməsinə fikir verək. Maşınlar daha tez istehsal olunurdu və bununla yanaşı işçilərə daha çox vaxt qazandırırdı. Yəni işçilərə maşınları gətirməkdə daha çox vaxt qazandırırdı. Henry Ford's ideas made the car cheaper and accessible not only to rich people, but also to farmers and ordinary workers. Burada bilmədiyimiz söz olaraq accessible çıxa bilər.
Accessible sözünün mənası əlçatan deməkdir. Ordinary sözünün mənası sadə deməkdir. Gəlin cümləmizin tərcüməsində fikir verək. Henry Ford'un ideyaları maşını daha ucuzlaşdırır və yəni əlçatan edirdi. Yəni təkcə zəngin, varlı insanlara görə yox. Hətta yəni həm də fermerlər və sadə işçilər üçün.